Deməli, 8 günlük xəstəxanadan daha yeni çıxmış bir bebeğimiz var, sarılığı var. Xəstəxanadan çıxan uşaqların sarılığına yaxından nəzarət olunmalıdır. Belə ki, ananın qrup və rezus faktorlarının uyğun olub olmadığına fikir verməliyik. Uyğun deyilsə, təbii ki, orada patoloji sarılıq olma ehtimalı artır. Uyğundursa fizioloji sarılığın artması durumuna nəzarət eləməliyik. Belə ki, fizioloji sarılıq nə vaxt artır? Uşaq ac qalarsa artır. Odur ki, yeni doğan sarı hiss edirsinizsə, yaxşı-yaxşı əmizdirməlisiniz, bol-bol yedirməlisiniz. Çünki sarılıq nəcislə çıxır. Ən çox yol verilənsə şirin su verilməsidir. Şirin su verəndə uşaq mədəsi dolu olur, uşaq yemək istəmir, tox olur, az yeyir, sarılıq daha da artır. Çünki sarılıq, biz ona su verərsək, sidiklə çıxmır, nəcislə çıxır. Yəni su yox, qida vermək lazımdır. Və sarılığa yaxından nəzarət eləmək lazımdır. Sarılığı olan bəbələr 2 gündə bir həkim görüşündə olmalı. Biz 2 gün öncə gəlmişdik, 2 günə qəşəng çəki də almışıq, sarılığımız da azalıb. O deməkdir ki, artıq fototerapiya ehtiyacımız yoxdur. Bir də çox yol verilən səhv sarılıqda dərman istifadəsidir. Belə ki, sarılığın dərmanla müalicəsi yoxdur. Yəni sarılığa görə kimsə dərman yazırsa, bu səhvdir. Sarılıqda ya fototerapiya olunur, uşaq işığa qoyulur, ya da çox yüksək olarsa qan dəyişmək, exchange transfusion dediyimiz prosedur olunur. O da çox ağır sarılıqdır. Bir də yeni doğan dövrdə yüksək sarılıq keçirmiş körpələrin mütləq eşitmə testindən keçməsi vacibdir. Çünki yüksək bilirubin eşitmə sirrinə zədələyici təsir göstərir.